Həftəlik bürcülər 8 dekabrdan 15 dekabra doğru torpaq ünsürlərini, Oğlaq, Boğa, Qız bürcülər nələr gözləyir? Ümumi olaraq bu həftə 3 bürcün üçü də bir balaca özünüz nə edəcəyinizi bilmirsiniz. Kaşa vəziyyətdə də çıxırsınız. Özüm də anlaşa bilmirəm ki, siz nə yaşayırsınız. Oğlaqlardan başlayanda oğlaqlar bu həftə ailə ilə, şəxsiyyətlə əlaqədar çox böyük ciddi çabalar atmağa çalışacaqsınız. Özünüzü doğrultmaq, özünüzü yeni bir alana aparmaq üçün, yəni bayağı bir hədəfləriniz olacaq. Özünüzü yeniləmək istəyəcəksiniz. Ən böyük problemlərdən biri bilirsiniz oğlaqlar nədir? Plan maddiyyata doğru addımlarınızın düzgün olmaması, pulla maddiyyatla əlaqədar addımlarınızı qeyri-stabil, yarımçıq vəziyyətdə aparmağınız sizin maddisal sferə baxımından dəngənizi aktivləşdirməyəcək. Birinci növbədə nə etməlisiniz? Bəli, görürəm, ailə üçün, şəxsi münasibət üçün, yoldaşınız üçün çox böyük çabalar sərf etməyə çalışacaqsınız. Belə deyim də, özünüzü belə hədər etməyə də çalışa bilərsiniz. Amma buna ehtiyac yoxdur. Çünki sizin maddisalla bağlı yaratdığınız enerjinin bloklanması sizin daxili təklifinizdə qalaraq bacarıqsızlığınızı, özünüzə qarşı güvənsizliyi, özünüzə qarşı belə deyim də sevgini, enerjilərin aktivləşməsini zəiflədəcək. Həftənin sonlarına doğru düşünmədən danışıq, düşünmədən ifadə, aqressiya daha çox ürətmiş bir vəziyyətdə olacaq. Sanki enerjilərinizi tam zəiflətmiş bir vəziyyətə sala bilər. Buna isə ehtiyac yoxdur. Oğlaqlar məsləhət görmürəm. Ümumi dəyərləndirə bilsək, əslinə qalsa oğlaqlar üzr istəyirəm, ruhsal enerjilərinizi stabilləşdirə bilsəz, 68-69%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Həm qəbul etdiyiniz dərmanlardan asılı ola bilər, bədəndə allergik bir vəziyyət yarana bilər, həm qidalarınızdan asılı ola bilər, bədən itələyici bir vəziyyətdə də sağlamlıq baxımından. Stabillik tam istədiyim kimi deyil. O normal başlayıb həftənin sonlarına doğru enerjinizin düşməsi sizin maddisal olaraq gələcəyə doğru aktivləşməyiniz, həm də bədən sağlığınızı, stabiliyini pozacaq. Buna fikir verin. Buğalar üçün pis həftə deyil. Buğalar bu həftə yarımçılıqların hamısını əl eləməyə çalışacaq. Ən çox da ailə ilə əlaqədar olaraq məsuliyyətsizlik, öz reaksınız, özünüz düşünmə vəziyyətiniz heç nəyə qarşı belə deyim də stresə girməyinizin qabağını alacaq. Heç nə veciniz olmayacaq demək olar, amma həftənin sonlarına doğru səbirsiz olduğunuz nüanslara doğru problemlər yaşayacaqsınız və bəzi nüansları analiz edə bilmədiyiniz üçün boşluqda qalıb zaman boşluğunu yaradacaqsınız. Keçmişlə əlaqədar gələcəyə doğru bəzi insanlar gəlir ki, sizin balansınızı pozacaq. Keçmişdə yarımçıq qoyduğunuz insanlar kimdirsə, ailə üzvlərinizə daha çox oxşur həmin insanlar. Bunlar sizi məntiq olaraq yeməyə başlayacaqlar və beyninizdə elə bil ki, sizlə oyun oynayacaq kimi düşünəcəksiniz, amma oyun oynamırlar. Bunlar psixoloji olaraq təsir edib sizin stabilliyinizi pozmağa bacaracaqlar. Ümumi pis deyil, övladla, ailə ilə nə qədər stabilliyinizi quracaqsınız. Böyük bir maddiyyat görmürəm, amma maddiyyatla da bağlı sıxıntılarınızın aktivliyini hiss eləmədim. Əksinə, qalıq balansınızı düzəltməyə çabalayacaqsınız. Sadəcə nevroloji sisteminiz normal deyil. Buğalar bacarırsınız, psixoloji seanslarınızı aktivləşdirin. Ümumi dəyərləncə 74%-ə qədər həftəniz uğurludur. Qız bürcüləri isə qız bürcülər bu həftə çox ədalətlisiniz. Yəni hər şeyə ədalətli cavablandıracağam, hər kəsə layiq olduğu gedişatı, hər kəsə layiq olduğu vəziyyətdə yönləndirəcəm. Dövlətlə rəsmiyyətlə əlaqədar olan bütün problemləri həll edəcəksiniz. Amma bu həftə qız bürcüləri yalan, xəyanət və üçüncü şəxs olaraq udarlar əldə edə bilərsiniz. Və üçüncü şəxslərin həm maddisal cəhətdən, həm şəxsiyyətdən əlaqədar sizə təsir etmələri ola bilər. Bu həftə kimlərinsə sağlamlığı bağlıdır və kimlərinsə həyatı barəsində bəzi nüanslarda psixologiyamız pozulacaq. Bu sizə aid deyil. Həyatınızda sevdiyiniz və dəyər verdiyiniz insanlarla əlaqədar bəzi psixoloji xəbərlər alacaqsınız ki, gücünüzün zəifləyəcəyini hiss edəcəksiniz. Qız bürcünün qadınlar və kişiləri çox dominant olacaqsınız bu həftə. Yəni belə deyim də, kişi kimi olacaqsınız. Hər şeyi bacaracaqsınız. Hər bir yükün, hər bir problemin öhdəsindən gələrək özünüzü aktivləşdirib yeni bir sferə keçirdə biləcəksiniz. Pis həftə deyil qız bürcü, evlən sizi qoruyur, şansı olaraq, gedişat olaraq sizi qabağa çəkmiş bir nüansda olacaq. Həftəviz 78-79%'dir qızlar, uğurlu etməyi bacaracaqsınız.